Mənim gözəl qızlarım, bu günləri evdə sadə tort bəzəyi necə hazırlanır, onu öyrədəcəm sizə. Qaymaqla sıvıyıram. Qaymağı necə eləyirik? Soyuq halda. Birinci əvvəlcədən qaralama üsulu deyirik. Əvvəlcədən üzünü kaplayırıq yüngülcə. Kaplayandan sonra başlayırıq onu qəşəng qaymaqla kremləyirik. Su püskürdənlə su püskürdürük. Pürüzsüz olur. Sıvağı pürüzsüz olur. Qəşəng bax bu mala vasitəsilə qəşəng onu pürüzsüz sıvıyırıq. Düpədüz sıvıyırıq. Sıvama da necə? Məsələn, evdə eləyirsiniz, səliqəsiz sıvama alınırsa, mütləq sudan istifadə eləməlisiniz. Adi su, ev temperaturunda sudur. Sıvadıqdan sonra bax belə nasatkalarla kənarlarını, üstünü qəşəng nasatkalarla gedirik. Ev üsulu tortudur. Evdə məsələn kursa getməyənlər, öyrənə bilməyən xanımlar üçün evinizə qonaq gəlir, siz harasa qonaq gedirsiniz. Qonaq gedəndə əlinizdə qəşəng səliqəli solidunu aparmağa ev üsulu elədiyiniz tortdur. Əlimizin altında malina, çiyələk, nə varsa ev üsulu da, qaraxat, əlinizdə nə varsa yığırıq tortun üstünə. Üstünə axırda mirvari tozu deyirlər. Hər tort ləvazimatlarında olur. Var padelkası, var orijinalı. Bu mənim əlimdəki orijinalıdır. Orijinalı daha qəşəngdir. Padelkası parıldamır, un kimi lopa-lopa düşür. Makiyajın sonunda highlighter'ını vururuq, qəşəng parıldayır, tort gözəl görünür. Göz haqqınızı halal eləyin. Öpürəm sizi. Allah əmanət olun.